Buradakı ən ağır konserlər. İzləyicimiz də var. Videonun sonunda çəkim azalandan sonra ən böyük fərqin nə olduğunu açıqlayacağam. Bir baxıma yağlı əzələ ilə quru əzələ arasındakı böyük fərqi açıqlayacağım videonun sonunda. Çətin oğlanlar yoxlanır. Əvvəl rahat gelirdi belə sizə. Əvvəl çıxırdı. Seçim ya da 23 olsa onun təsiri. O birincidə yəni bir sənə atmadı. Deməli, ən böyük fərq əvvəlki qədər güclü olmamağımdır. Çəkim çox olanda daha güclüydüm.